Burun cərrahiyyəsinin özəlliklərindən biri də budur ki, pasientlərin istəyini nəzərə almaq lazımdır. Çünki istəklər fərqlidir. Elə insanlar var ki, təbii burun formasına üstünlük verir. Elə insanlar var, çox dəyişim istəyir. Barbinos deyilir buna. Ümumiyyətlə, burun əməliyyatlarında çox terminologiya var, formasından bağlı. Amma əsas iki bölümə ayıraq ki, sadə insanlar tərəfindən başa düşülən olsun. Təbii burun forması, yəni dəyişiklik olur burunda, burun fərqli olur, daha estetik olur, daha kiçik olur, amma yenə də təbiiliyi maksimum qorunur. İkinci bölüm isə barbinos. Yəni qısa, kiçik, müəyyən dərəcədə dik və incə burun. Ön tərəfdən baxanda sümüklər və uc hissəsi də incə olur. Bu istəklər hər insanda fərqlidir, amma eyni zamanda müayinə keçərkən biz öz tərəfimizdən qeyd edirik. Yəni əgər insanın üz cizgilərinə uyğun gələrsə və barbinos istəyirsə, o halda bu burnu düzəltməyi məsləhət bilirik və düzəldirik. Hər iki halda burun tənəffüsü rahat olmalıdır. Çünki biz tənəffüsə çox önəm veririk lor həkim olaraq. Gözəl estetik burun əgər nəfəs almırsa, bu uğurlu nəticə hesab olunmur. İlk növbədə tənəffüs tam rahat olmalıdır, iyi bilmə problemi olmamalıdır və ikinci növbədə isə artıq burun forması. İstəyə uyğun olaraq barbinos və yaxud da təbii üz cizgilərini tamamlayan bir burun forması.